إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله. Əziz və dəyərli müsəlman qardaş və bacılarım, hörmətli dinləyicilər, biz keçən dəfələrdə şəriətin məqsədləri barəsində danışmışdıq və qeyd etdik ki, Quran-ı Kərimdə şəriətin məqsədlərinə dair bir çox dəlillər mövcuddur və bu gün də iki məqsəd var, hansı ki, Quran-ı Kərimdə bu keçir, onların üzərində dayanmaq istərdik. İlk dayanmaq istədiyimiz məsələ, ilk başlamaq istədiyimiz məqsəd, bu mütləq mənada ən uca məqsəd olan tövhiddir. Çünki biz bunun üçün yaradıldıq, məhz buna görə yaradıldıq, elçilər məhz onun üçün göndərildi və şəriətlər məhz onun üçün qoyuldu. Uca Allah buyurur: "Oma xalaqtul cinnə vel insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni məni ibadətə təkləşdirsinlər deyə yaratdım. Və həmçinin başqa ayədə buyurur: "Və mə ərsəlnə min qablikə min rasulin illə nuhi ileyh ənəhu la ilahə illə ənə fə'budun." Səndən əvvəl elə bir elçi göndərmədik ki, ona məndən başqa heç bir haqq ilah yoxdur. Yəni Allahdan başqa heç bir haqq ilah yoxdur. Elə isə mənə ibadət edin, yəni Allaha ibadət edin deyə vəhy etməyək. Və həmçinin Uca Allah başqa ayədə buyurur: "Və ilahukum ilahun vahid, la ilahe illə huvər-rahmanur-rahim." Sizin ilahınız tək olan ilahdır, ondan başqa haqq ilah yoxdur. O mərhəmətlidir və rəhimlidir. Və bu ayələrin hamısı və həmçinin buna oxşar ayələr, tövhid ayələrdir hamısı. Onlar ibadətə layiq olmağın Allahdan başqalarından inkar olunması və uluhiyyətin, ibadətin yalnız Allaha isbat edilməsi ilə başlayıb və eyni ilə bu şəkildə də tamamlanmışdır. Bu da tövhidin məqamının nə qədər əzəmətli olduğuna bir sübutdur. Və Uca Allah buyurur ki, başqa bir ayədə: "La ikraha fid-din, qad təbəyyənə rüşd minəl-ğay." Dində məcburiyyət yoxdur, artıq doğru yol azğınlıqdan tam aydınlaşmışdır. فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ فَقَدْ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهَا وَاللّٰهُ سَمِيعٌ عَلِيمٌ. Kim tağutu inkar edib Allah'a iman gətirərsə, o artıq qırılmaq bilməyən ən möhkəm dəstəkdən yapışmış olar. Allah eşidəndir və biləndir. Bu din məcburiyyətə ehtiyac duymur. La ikraha fid-din, dində məcburiyyət yoxdur. Bu din məcburiyyətə ehtiyac duymur, çünki o, bu din aydın və aşkardır. Onu yalnız inadkar və təkəbbürlü kəs tərk eləyər. Və bu din fitrət dinidir. Şərii və kainatdakı və digər dəlillər onun doğruluğuna dəlalət eləyir. Buna görə də o məcburiyyətə möhtac deyil. Bu ayənin mənalarından biri budur. Yəni din məcbur etməyə ehtiyac duymur. Uca Allahın "Qad təbəyyənə rüşd minəl-ğay", artıq doğru yol azğınlıqdan tam aydınlaşmışdır deməsi buna dəlalət eləyir. Yəni hər bir şey açıq aydındır, hər bir şey aşkardır. Bu dini yalnız inadkar və təkəbbürlü kəs tərk eləyər, ondan boyun qaçırar. Deməli, bu din bəyanın, aydınlığın ən uca zirvəsindədir. Sonra Uca Allah bu ayədə tövhidin həqiqətini bəyan eləyir. O da tağutu inkar eləmək, şirkdən və onun tərəfdarlarından uzaqlaşmaq, bəri olmaq və həmçinin uluhiyyəti, ibadəti yalnız uca olan Allaha isbat eləməkdir. Uca Allah buyurur ki, digər ayədə: "Şəhidəllahu ənəhu la ilahə illə huvəl-mələikətu və ulul-ilmi qaimən bil-qist, la ilahə illə huvəl-azizul hakim." Allah özündən başqa ibadətə layiq ilah olmadığına şahidlik elədi. Mələklər və elm sahibləri də ədalətlə buna şahidlik etdilər. Ondan başqa ibadətə layiq olan ilah yoxdur. O qüdrətlidir, hikmət sahibidir.
Uca Allah bu əzəmətli həqiqətə insanın, hətta bütün kainatın məhz onun üçün yaradıldığı həqiqətə özü şahidlik eləyib. Buyurur ki, o özü də şahidlik edib ki, ondan başqa ibadətə layiq ilah yoxdur. Allahın hörmətli bəndələri olan mələklər və elm sahibləri də bu əzəmətli şahidliyə şahidlik ediblər. Uca Allah buyurur: "Və qalə rabbukum ud'uni estecib lekum." Rəbbiniz dedi ki, mənə dua edin, mən də sizə cavab verim. "İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâxilin." Şübhəsiz ki, mənə ibadət etməkdən təşəbbür göstərənlər cəhənnəmə zəll olaraq girəcəklər. Allahullezî ceale lekumul-leyle liteskunu fihi ve'n-nehâra mubsira. İnnallâhe lezû fadlin alen-nâs velâkinne ekseran-nâs lâ yeşkurûn. Allah o Allahdır ki, dincələsiniz deyə gecəni görməyiniz üçün də gündüzü yaratdı. Şübhəsiz ki, Allah insanlara qarşı lütf sahibidir, lakin insanların çoxu şükür eləməzlər. Zəlikumullahu rabbukum xaliqu kulli şey, la ilahe illa huve fe'annâ tu'fekun. Elə isə bu sizin Rəbbiniz, hər şeyin xaliq olan Allahdır. Ondan başqa ibadətə layiq olan ilah yoxdur. Elə isə necə haqq yoldan döndərilirsiniz? Bu mövzuda, tövhid mövzusunda ayələr həddindən artıq çoxdur. Çünki Quranın hamısı zaten tövhiddən ibarətdir. Quranın hamısı tövhidi bəyan eləyir. Hicrətdən əvvəl nazil olmuş ayələr vardır ki, onlar tövhidi bəyan edir. Onlar Məkkə ayələrdir. Hicrətdən sonra nazil olmuş ayələr vardır ki, onlar tövhidi bəyan edir və onlar da Mədinədə nazil olan ayələrdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bu dinə dəvətində dediyi ilk kəlmədən vəfat edənə qədər tövhidə dəvət etməyə davam etmişdir. İlk kəlməsi ta ölənə qədər dəvəti yalnız tövhid olmuşdur. Çünki tövhid ən uca məqsəddir və ümmətin ehtiyac duyduğu ən əzəmətli şeydir. Bəzi insanlar bu məsələni və bu həqiqəti anlamayıblar. Onlar deyirlər ki, siz 1400 ildən çoxdur ki, hələ də tövhid deyirsiniz. İnsanlar inkişaf edib, ümmət irəli gedib, bu dinə yeni baxışlar lazımdır. Yəni biz cavab olaraq deyirik ki, dində gələn ən əzəmətli şey məhz aləmlərin Rəbbini təkləşdirməkdir. İbadəti yalnız ona, sırf ona sərf etməkdir. Ona ortaq qoşmamaq və yaxud ona tərk edib başqalarına qul olmamaq. İnsanların tövhidə, dəvətdən ehtiyacsız qalması, onsuz keçinməsi qeyri-mümkün. İnsanın həyatı tövhiddən ibarətdir. Yaradılandan ta ölənə kimi. Buna görə də Peyğəmbər sallallahu əleyhi və səlləm həyatının son anlarında belə tövhidə əmr eləyir və şirkdən xəbərdar edirdi, çəkindirirdi. La'anallahul yehudə və nasara. Allah yəhudi və xaçpərəstləri lənət eləsin. İttixədu qubur ənbiyəyihim məsacidə. Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgahlar, səcdə yerlərinə çevirdilər. Məscidlər etdilər. Peyğəmbər sallallahu əleyhi və səlləm onların etdikləri bu əməldən ümmətini xəbərdar edirdi, ümmətini bu əməldən çəkindirir. Əgər Quranın tövhid məqsədi ilə gələn ayələrini araşdırıb təhlil etsək, onların 3 məsələ ilə bağlı olduğunu görərək. Birinci məsələ, şəni ucu olan Allahın feilləri, yəni bu rububiyyət tövhididir. İkinci məsələ, bəndələrin feilləri, bəndələrin əməlləri, bu da uluhiyyət tövhididir. Üçüncü məsələ isə isimlər və sifətlər, bu da isim və sifətlər, ad və sifətlər tövhiddir. Və biz əgər əvvəldə qeyd etdiyimiz ayələr üzərində düşünsək və Qurandakı tövhid ayələrini onlara baxsaq, onları araşdırsaq, hansı ki onlar həddindən artıq çoxdur, onların bu 3 məsələdən kənara çıxmadığını görərik. Rububiyyət tövhidi, uluhiyyət tövhidi və bir də ad və sifətlər tövhiddir.
Müsəlman Quranın dəlalət etdiyi həqiqət vasitəsilə bilir ki, tövhid bütün peyğəmbərlərin dinidir. Peyğəmbərlər aleyhimussalatu vesselam birincisindən tutmuş sonuncusu Muhammedə sallallahu aleyhi ve sellem qədər heç bir fərqlilik olmadan tək bir dəvətə, tövhidə çağırırlar və hərçənd ki, zaman tələbinə uyğun olaraq onların şəriətləri və hökmləri fərqli olub. Uca Allah buyurur: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər ümmətə Allah ibadət edin, tağutdan uzaq olun deyə bir elçi göndərir. Möminlər bütün elçilərə iman gətirirlər. Elçilərin heç birini inkar etməzlər. Onlar bütün elçiləri sevər və bütün elçiləri hörmət edərlər. Onlar inanırlar ki, tövhid peyğəmbərlərin üzərində ittifaq elədiyi dindir. Hərçənd ki, Uca Allahın xəbər verdiyi kimi onların hər biri üçün ayrı bir şəriət və yol var idi. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisində buyurur: "Ən əvlən nəsi bi İsa ibn Məryəmə fil-ulə vəl-əxirə." Mən dünyada da axirətdə də Məryəm oğlu İsa'ya insanların ən yaxın olanıyam, ən layiq olanıyam. Qalu keyfə ya Rasulullah, dedilər ki, bu necə olur ey Allahın Rasulü? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, qal: "Əl-ənbiyə ixvatu min əllat, ummahatuhum şəttə və dinuhum vahid, fəleysə beynənə nəbi." Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, peyğəmbərlər ata bir qardaşlardır, anaları müxtəlifdir, dinləri isə birdir və bizim aramızda başqa bir nəbi yoxdur. Yəni İsa ilə mənim aramda başqa bir nəbi yoxdur. Yəni peyğəmbərlər aleyhimussalatu vesselam bir atanın müxtəlif zövcələrdən olan övladları kimidirlər. Ataları bir, anaları isə müxtəlifdir. Dinləri bir, o da tövhid dinidir. Lakin şəriətlərində fərqliliklər olmuşdur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bizim aramızda başqa bir nəbi yoxdur. Yəni İsa ilə Muhammed sallallahu aleyhi ve sellem arasında heç bir nəbi olmamışdır. Bəzi insanlar gəlib əvvəldə qeyd etdiyimiz kimi deyirlər ki, siz 100 illərdir tövhidə dəvət edirsiniz. Və biz onlara cavab olaraq deyirik ki, xeyr, tövhidə dəvət insan yaradılandan bəri var. Çünki insan tövhid üzərinə yaradılıb və tövhid üzərinə xəlq edilib. Adəm aleyhissalam, Adam peyğəmbər və onun zövcəsi Havva yer üzünə tövhidlə indirildi. Yer üzünün tanıdığı ilk şey tövhid idi. Yer üzünün tanıdığı ən şərəfli şey də tövhid idi. Tövhidə dəvət qiyamətə qədər davam edəcəkdir. Buna görə də müsəlman bu məqsədi bilməli, bu məqsədi uca tutmalı və bu məqsədi reallaşdırmalı və yaxud da onu həyata keçirməlidir. Və sonra isə əziz və dəyərli müsəlmanlar, qardaş abazlarım, hörmətli dinləyicilər, Quranın ən böyük, ən ali məqsədlərindən ikincisinə gəldikdə isə bu da ədalət məqsədidir. Uca Allah buyurur: "İnnəllah ya'murukum an tu'addul əmanati ilə əhliha." Şübhəsiz ki, Allah sizə əmanətlər öz sahiblərinə qaytarmanızı və "İzə hakəmtum beynən-nas an tahkumu bil-adl." və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr eləyir. Uca Allah ədaləti ümumi hər kəsə şamil olan bir əmr olaraq buyurub. Ona görə Uca Allah buyurur digər ayədə: "İnnallaha ya'mur bil-adli vel-ihsan." Həqiqətən Allah ədalətli olmağı, yaxşılıq etməyi sizlərə əmr eləyib. Və həmçinin Uca Allah digər ayədə buyurur: "Ya eyyuhellezine amanu kunu qawwamin lillahi şuhada'a bil-qist." Ey iman gətirənlər, Allah üçün ədalətli şahidlər olun. "Və la yecrimennekum şana'anu qawmin ala alla ta'dilu." Bir qövmü olan kininiz və ya düşmənçiliyiniz sizi ədalətsizliyə sövq etməsin, ədalətsizlik etməyə sövq etməsin. "İ'dilu huve aqrabu lit-taqva." Ədalətli olun, bu təqvaya daha yaxındır. "Vettaqullaha innallaha xabirun bima ta'malun." Allahdan qorxun, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Deməli, Uca Allah ədalətli olmağı insanlara əmr edib və Quran-ı Kərimdə şəriətin ali məqsədlərindən biri də ədalətdir. Ədalət odur ki, bizim onu
həyata keçirməyimizdir. Ona görə də ey müsəlmanlar, əziz müsəlmanlar, bu əmr ümumidir. Ədalətin tərifi barəsində qeyd olunub ki, ədalət hər bir şeyi öz layiq olduğu yerinə qoymaq və haqq sahibinə haqqı verməkdir. Ona görə ədalət hər şeyi eyni tutmaqda, bərabərləşdirməkdə və ya bərabərlikdə müsavatda deyildir. Ədalət yalnız hər bir şeyi öz layiq olduğu yerə qoymaq və hər bir haqq sahibinə layiq olduğu haqqı verməkdir. Və bu fikri sizə daha da yaxınlaşdırmaq üçün bir misal çəkək. Bir insan övladları var və övladları arasında ədalətli olmaq onun üzərinə vacibdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur bir hədisində: "İ'dilu beyn əvladikum." Övladlarınız arasında ədalətli olun. Bunu 3 dəfə təkrarlayır. Demək, övladlar arası ədaləti qorumaq valideynin vacib borcudur. Yaxşı tutaq ki, bir şəxsin bir oğlu universitetdə, bir oğlu 11-ci sinifdə oxuyur, bir oğlu 4-cü sinifdə, digər oğlu isə hələ məktəbə getmir. İndi soruşulur, maddi kömək və vermək məsələsində ədalət onların hamısına tamamilə eyni məbləği bölüşdürməkdir, yoxsa ədalət hər birinə ehtiyac duyduğu layiqini və haqqını verməkdir? Yəni, məsələn, ədalət budurmu ki, məktəbə getməyənə 5 manat, 4-cü sinifdə oxuyana da 5 manat, 11-ci sinifdə oxuyana da 5 manat, universitetdə oxuyana da 5 manat vermək. Ədalət budurmu? Xeyr, bu ədalət deyil. Ədalət odur ki, 4-də oxuyana onun haqq etdiyini, ehtiyac duyduğunu verməlisən, 11-də oxuyana da onun haqq etdiyini, universitetdə oxuyana da onun haqq etdiyini verməlisən. Və məktəbə getməyən də onun haqq etdiyini verməlisən. Ola bilər ki, birinin ehtiyacı 3 manat olsun, digərin ehtiyacı 10 manat olsun. Yəni, kim nəyə haqq edirsə, nəyə ehtiyac duyursa, o məbləği onlara verməyin, çatdırmağın ədalətdən sayılır. Ona görə də ədalət odur ki, bir insana bir şeyi haqq etdiyi qədər verməkdir. Ədalət ilk növbədə tövhidi reallaşdırmaqla tələb olunur. Tövhidi gerçəkləşdirməklə tələb olunur. Yəni, insan ibadətini yalnız sırf Allah edəcək. Ona heç bir şəriklər qoşmayacaq. Ədalət odur ki, bir şeyə lazım olan yerinə qoymaq. Bu ibadəti Allah haqq eləyir, Allaha layiqdir. Allaha başqalarını ortaq qoşmaq olmaz. Allaha digərlərini şərik qoşmaq olmaz. Əksinə, bu artıq Allaha qarşı edilən zülmdən sayılır. Ədalət odur ki, insan tək olan Allaha ibadət edəcək. Allaha heç bir şərik ortaq qoşmayacaq. Dağlarda, daşlarda, yəni kimlərdənsə nəsə mədət ummayacaq, onlara yalvarmayacaq. Ona görə də Quranın məqsədində ədalət sabit bir haqdır və ona görə razılıq və qəzəblə dəyişən, sevgi və nifrətdən təsirlənən bir bəxşiş deyil, bu insana verilən bir hədiyyə deyil. Ədalət haqq üzərində bərqərar olan bir haqdır. Bir insana qəzəblənsək də onu zülm etmərik. Hətta kafirlərlə olan rəftarımızda belə ona haqsızlıq etmərik. Çünki ədalət vacibdir və Quranın əzəmətli ali məqsədlərindəndir. Ədalətin əksi ziddi şəriət sahibinin Allahın məqsədinə ziddir ki, o da zülmdür. Uca Allah zülmü qadağan etmiş və ondan çəkindirmiş. Buyurur ki, Vallahu la yuhibbuz zalimin. Allah zalimləri sevməz. Ona görə mümin Quranda Allah zalimləri sevməz ayəsini eşitdikdə zülm etməyə necə ürək edə bilər, necə cürət edə bilər? Məsələn, 2 qadınla evli olub, onlardan birinə zülm edən adamın ürəyi necə buna razı ola bilər? Bu əməl böyük günahdır. Allahın zalimləri sevmədiyini və bu zalimlikdən özünə də bir pay düşündüyünü bildiyi halda onun qəlbi necə rahat yatıb dincləşə bilər? Əslində bu ayələr kafirlər haqqında nazil olsa da, Uca Allahın Vallahu la yehdil qavmel zalimin
Allah zalim qövmü doğru yola yönəltməz buyurduğu kimi, bu cür xəbərdarlıqlar müsəlmanı zülmdən şiddətlə çəkindirən səbəblərdəndir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İttəqu zulm", zülmdən çəkinin. Yəni demədi ki, onu tərk edin. Dedi ki, çəkinin, qorunun. Yəni özünüzlə zülm arasında bir sığınacaq sipər, özünüzlə zülm arasında bir maneə yaradın. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, "Fəinnə zulmə zulumatun yawmal qiyamə." Çünki zülm qiyamət gününün zülmətləridir, qaranlıqlarıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm zülmün ziddini, ədaləti bizə möhtəşəm bir bəyanla açıqlayaraq buyurub ki, "Unsur axaka zalimən əv məzlumə." Qardaşına zalim də olsa, məzlum da olsa kömək et. Bir nəfər dedi ki, Allahın elçisi, əgər məzlumdursa ona kömək edərəm. Bu aydındır. Bəs zalimdirsə ona necə kömək edim? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Təmnə'hu minəz-zulm fe inne zəlikə nasruh." Onu zülm etməkdən çəkindirərsən, əlini saxlayarsan, şübhəsiz ki, ona yardım etmək də elə budur. Mömin yalnız öz əməllərində, özündə ədalətli olmaqla kifayətlənməz. Əksinə, Allahın əmr etdiyi kimi ədaləti başqalarına əmr edər. Bu da Quranın ali məqsədlərindəndir. Uca Allah buyurduqda ki, "İnnallaha ya'muru bil adl." Həqiqətən Allah ədalətli olmağı əmr edir. Bu əmr bizim də ədalətli olmağımıza bir əmrdir Allah tərəfindən və deməli həm özümüz ədalətli olmalıyıq, həmçinin də digərlərini ədalətli olmağa yönəltməliyik və bunları əmr etməliyik. Deməli, bir zalim gördükdə ona ədalətli olmağı əmr edərik. Mömin zülmün qarşısını almağa çalışar. Əgər öz qardaşının zülm etmək istədiyini görərsə, ona nəsihət edər, xatırladar və onu zülm etməkdən çəkindirər ki, şəriətin məqsədi həyata keçsin. Uca Allahın kitabındakı ən əzəmətli məqsəd də elə budur. Ən böyük zülm ən ali ədalətin ziddi olan şeydir. Yəni mütləq mənada ən ali ədalət tövhiddir, Allahı təkləşdirməkdir. Ən böyük zülm isə şirkdir, Allaha şərik qoşmaqdır. Uca Allah buyurur, "İnnə şirkə lə zulmun azim." Şübhəsiz ki, şirk çox böyük bir zülmdür və buna görə də biz deyirik ki, şirk ən böyük zülmdür. Ayələr bu əzəmətli həqiqətə dəlalət edir. Necə ki, Uca Allah buyurur, "Və la təd'u min dunillahi ma la yenfa'uka və la yadurruk." Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərə dua etmə. "Fəin fəaltə fəinnəkə izən minəz-zalimin." Əgər belə etsən, şübhəsiz ki, zalimlardan olarsan. Və ona görə də əgər biz fikirləşsək, düşünsək, baxsaq, görərək ki, yer üzündə baş verən fəsadın çoxu zülmdəndir. Əldə edilən ən əzəmətli mənfəətlər, xeyirlər isə ədalətdən hasil olur. Və buna görə də bu ali məqsəd Quranda şəriətin ən əzəmətli məqsədlərindəndir. Biz bunu anlamalı, başa düşməli, onu hakim etməli və bütün işlərimizdə onunla əməl etməliyik. Və bu isə təbii ki, bir cihada, nəfslə mübarizəyə ehtiyac duyur və həqiqi mücahid odur ki, Uca Allah yolunda öz nəfsinə qarşı cihad edəndir. Deməli, bu əzəmətli məqsəddə ədaləti bərqərar etməkdə nəfsimizlə mübarizə aparmağa və özümüzü hesaba çəkməyə möhtacıq. Allah bizə bu işdə yardım eləsin. Allah bizləri tövhid üzərində, sünn üzərində sabit eləsin və bizim canımızı bu yol üzərində alsın, tövhid və sünn üzərində. Uca Allah bizləri eşidib yaxşı tabi olanlardan etsin. Uca Allah bizləri ədalətli olmağa müvəffəq etsin, zülmdən bizi çəkindirsin, bizləri zülmdən qorusun və o yerlərdə ki, müsəlman qardaş avazlarımız var, zülmə məruz qalıblar, məzlumdurlar. Allah onlara yardım etsin, onlara kömək olsun. Subhanəkə Allahumma hamdikə əşhədu en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.